Biz uşaqlar ikinci başlığımız olan dəyişən cərəyan dövrəsində aktiv müqavimət mövzusundan danışırıq. Bu mövzunun adını bəzən rezistor qoşulan dəyişən cərəyan dövrəsi də deyilir. Burada görürük ki, bizim bir rezistorumuz var. Keçən cərəyanı ölçmək üçün ampermetrimiz var və yaxud da biz burada bir dənə paralel olaraq voltmetr də qoşa bilərik. Buradakı hər hansı bir rezistorun gərginliyini də ölçmək mümkündür. Ümumiyyətlə biz demişdik ki, dəyişən cərəyan dövrəsi haqqında ən birinci başlıqda demişdik ki, gərginlik və cərəyan şiddəti zamandan asılı olaraq sinus və kosinus qanunu ilə dəyişən elektrik cərəyanına biz dəyişən cərəyan deyirdik. Burada da məhz gərginlik və cərəyan şiddətindən danışırıq. Biz görürük ki, bu dövrədə 1 ampermetr qoşmuşuq, rezistordan keçən cərəyan şiddətini ölçürük. Yaxşı, dövrənin ümumi gərginliyi nə qədərdir? Dövrənin ümumi gərginliyi O maksimal kosinus omega t qanunu ilə dəyişir. Əgər biz ohm qanunu yada salsaq, görürük ki, ohm qanunumuzun ifadəsi nədir? I bərabərdir U bölünsün F. Bunu ən başlıca mövzularda keçmişdik, sabit cərəyan qanunlarında. Yaxşı uşaqlar, burada U-nun yerinə əgər biz U maksimal kosinus omega t-ni gətirib yerinə yazsaq, bax ifadəmiz olur U maksimal kosinus omega t bölünsün R şəklində. Uşaqlar, əgər mən buradan U maksimum bölünsün R-i ayırsam, artıq bu bizə nəyi vermiş olacaq? I maksimal vermiş olacaq. Yəni bizim I maksimalımız bu şəkildə yazaq. I maksimalımız nəyə bərabər imiş? U maksimal bölünsün R-ə bərabərdir. Bu zaman biz ümumi düstur çıxarsaq I üçün I bərabərdir. Sonra bayaq yazırdıq U maksimal bölünsün R. Dedim onun yerinə nə yazacağım? U maksimal bölün R-in yerinə I maksimal yazacağım. Vur olsun. Kosinus omega t-imiz olduğu kimi qaldı. Uşaqlar, nəzər yetirsəniz, görərsiniz ki, burada məsələ nədən ibarətdir? Fikir verin, əvvəldə kosinus idi, yenə də dəyişimin sonrasında yenə nə oldu? Kosinus oldu. Yəni burada artıq biz birinci törəməyə ehtiyac duymadıq. Çünki törəmə olanda, kosinusdan törəmə olanda həm mənfi alınırdı, həm də sinus alınırdı. Amma burada heç bir törəmə yoxdur. Sadəcə U maksimalı R-ə böldü, I maksimal oldu və bizim sonda ifadəmiz, bax bu şəkildə, I-nin ifadəsi bu şəkildə alınmış oldu. Yəni heç bir dəyişiklik baş vermədiyinə görə artıq burada pi bölünsün 2 dəfə qabaqlamaqdan, geriləməkdən heç bir şey danışmırıq. Onda ifadəmiz nə formada olacaq? Yəni I-nin və U-nun qrafikləri eyni qanunla dəyişəcək. Biri maksimaldan başlayıbsa, digəri də maksimaldan başlayacaq. Maksimaldan başlayıbsa sözünü ona görə dedim ki, burada kosinus idi. U kosinus olduğuna görə I də kosinus alındı. Əgər U-nu bizə sinusla versəydi, yəni ola bilər də sinusla da verə bilər, heç bir problem yoxdur. Yəni biz zaten başlıqda da demişik ki, sinus və kosinus qanunu dəyişən. Sadəcə mən burada bir dənəsini yazmışam. Əgər versəydi U sinus omega t, yenə də I-ni tapanda, yenə də U maksimal böl R ifadəsinə baxırdıq. Biz onun yerinə I maksimal yazırdıq. Sonda ifadəmiz yenə də olacaqdı. Onda sadəcə I bərabərdir I maksimal bölünsün sinus omega t. Yenə də eyni qanunla dəyişəcək. Qrafiklərimiz də eyni şəkildə olacaq. Sonra indi isə qrafikə çəksək, biz görürük ki, burada kosinus artıq qanundan danışdığımıza görə maksimaldan başlayacaq və bu şəkildə qrafikimiz davam eləyəcək. Onun qrafiki necədirsə, I-nin də qrafiki yenə də eyni şəkildə olacaq və davam eləyəcək. Sonra biz bayaq ohm qanunundan danışdıq. Yaxşı, ohm qanunu deyiriksə, burada artıq bir rezistor var. Rezistorun müqaviməti nədən asılıdır? Sonra biz elə sabit cərəyanda da öyrənmişdik ki, rezistorun müqaviməti ümumiyyətlə o kəmiyyətlərin heç birindən asılı deyildi. O asılı idi Rho bölünsün S-dən, yəni en kəsdiyinin sahələrindən, uzunluqdan, temperaturdan və s. Yaxşı, əgər burada da eyni Rho-muzdursa, biz deyirik ki, I, U nə cərəyan şiddətindən, yəni F, nə gərginlikdən, nə omeqadan, nə nü-dən, nə də t-dən bunların heç birindən yenə də eyni şəkildə asılı deyildir. Sonra dəyişən cərəyan dövrəsində ümumiyyətlə biz bayaq ampermetrin və yaxud da voltmetrin qoşula biləcəyini dedik. Yaxşı, buradakı ampermetr və voltmetr nəyi ölçür? Sonra fikir verirsiniz, burada həm I dedik, həm I maksimal dedik, həm U dedik, həm U maksimal dedik. Yadda saxlayırsınız, dəyişən cərəyan dövrəsində ampermetr və voltmetr
Cərəyan şiddəti və gərginliyin sırf təsir edici qiymətlərini ölçür. Təsir edici qiymətlərimizi biz necə tapırıq? Təsir edici qiymətin ümumiyyətlə düsturlar bu şəkildə olur. Məsələn, i-nin təsir edici qiyməti tapırıq nə formada? I maksimal bölünsün kök 2. U-ya baxsaq, yenə də U maksimal bölünsün kök 2 ifadəsi ilə təyin edirik. Sonra bunlardan əlavə biz burada ümumiyyətlə güc və deməli bir neçə güclə bağlı bir neçə ifadələr öyrənmişdik sabit cərəyan qanunlarında. Bunlardan biri də istilik miqdarı idi. Gəlin məncə gücdən başlayaq. Gücün düsturu hansı formada olacaq? Sonra ki versəniz, biz gücü P ilə işarə eləmişdik. P bərabər idi. I kvadrat F. O da bərabərdir. U kvadrat bölünsün F. Və yaxud da necə yaza bilərdik? Və yaxud da IU şəklində də yazmaq mümkündür. Yaxşı uşaqlar, əgər bunu biz I maksimalını ifadə eləsək, nə edəcəyik? I-nin yerinə I maksimal bölünsün kök 2 yazsaq, onda bizim ifadələrimiz bu şəklə düşəcək. P-nin düsturu olacaq. I maksimalın kvadratı bölünsün 2, kök 2 artıq kvadrata yüksəldi, vurulsun F, bərabərdir. U maksimal kvadrat böl F. Burada da bir dənə 2'yə vururuq kök 2 olduğuna görə. Və yaxud da belə də yazmaq olar. I maksimal vur U maksimal bölünsün 2 şəklində. Çünki i-nin yerinə, buradakı i-nin yerinə biz I maksimal böl kök 2 yazmışdıq. Bu u-nun da yerinə U maksimal böl kök 2 yazmışdıq. Aşağıda kök 2 vursun. Kök 2 artıq orada nə çıxmış olacaq? Sadəcə 2 çıxmış olacaq. Bax, bu P-nimizin düsturlarıdır. Ümumi düsturlar. İndi gəlin baxaq Q-yə. Q-nun düsturları hansı formada olacaq? Q-nun düsturlarını uşaqlar diqqət yetirsək əgər, Q-müzün bu formadadır. Q-nun öz düsturu Q bərabərdir. I kvadrat RT. Bu sadəcə olaraq P-nin T-yə vurulmuş ifadəsidir. O da bərabərdir. U kvadrat böl. Deməli, R vur T. Və yaxud da I, U üzülürsən I, U, T şəklində olacaq. Yaxşı uşaqlar, indi biz burada maksimal ifadələrlə yazsaq necə olacaq? Maksimal ifadələrimiz bu şəkildə olur. Q bərabərdir. Q bərabərdir. I maksimalın kvadratı FT bölünsün sadəcə 2. Və yaxud da U maksimal kvadrat T bölünsün nə? 2F. Həmçinin I maksimal vurulsun U maksimal vurulsun T bölünsün 2 şəklində yaza bilərik. Sonra ikinci başlığımızda bu qədər idi. Dəyişən cərəyan dövrəsində aktiv müqavimətimiz. Biz ümumi düsturlara baxdıq və burada sadəcə olaraq ən önəmli yadda saxlamağımız gerəkən şeylərdən biri də odur ki, burada artıq bizim i-miz və u-muz eyni fazalıdır. Yəni hansı formada başlayırsa, digəri də o formada davam eləyəcək, qiymətləri də eyni qədər olacaq. Bir də düsturları nəzər yetirmək lazımdır. Amma məsələn digər mövzuda isə burada artıq nə olurdu? Fərqlər yaranırdı. O fərqləri də yenə də bir dəfə də xatırladıram. Epsilonumuz birinci öyrənmişdik elektrik bölməsində elektrik hərəkət qüvvəsi olaraq öyrənmişdik. O epsilona tanış olmuşduq. Əslində tam əlaqəsi yoxdur. Sadəcə yadda saxlamaq üçün deyirəm. Bax yenə də deyirəm. Epsilonu birinci öyrənmişdik deyənə epsilonun qrafiki gələcək. Sonra fi ilə tanış olmuşduq deyənə sonraki addımda fi-nin qrafikinə baxacağıq. Biz deyirdik epsilondan pi bölünsün 2 qədər sürüşdürsək, artıq o bizim fi-mizin qiyməti olacaq. Yaxşı, bunları bir dənə diqqətlə yadda saxlayın. Yəni qrafiki görsel olaraq yadda saxlamaq üçün bunu deyirdik. Amma əsl qanun necə idi? Əsl qanun deyirdik ki, birinci fi-ni qrafikini çəkirik. Fi-dən törəməlandan sonra epsilonu alırıq. Sadəcə olaraq epsilon fi ilə pi bölü 2 qədər fərq eləyirdi və mənfi olduğuna görə artıq mərkəzdən başlayıb, sıfır nöqtəsindən başlayıb yuxarı hissədən davam edirdi.